Arxamda gördüğünüz baxın bu bina İranın Azərbaycandakı səfirliyinin binasıdır. Bu o binadır ki, saatlar öncə ölkə başçımız məhz bu binaya gəlib, səfirliyə gəlib, Xameneyinin ölümü ilə bağlı İran xalqına başsağlığı verdi. Ancaq İran necə qarşılıq verdi? Naxçıvana dron hücumu həyata keçirərək qarşılıq verdi. Nankorluq eləyərək qarşılıq verdi. 2023-cü ildə səfirliyimizə edilən hücumla Naxçıvana edilən hücum eyni zihniyyətin məhsullarıdır, eyni şəxslərdir. Hələ 2023-cü ilin aprel ayında arzu olunmaz şəxs elan edilərək ölkəmizdən qovulan İran səfirliyinin nümayəndələrinə sərhəddə bir sual vermişdim. Nəyə görə Azərbaycan xalqına xəyanət elədiniz? İndi təkrar eyni sualı verirəm. Nəyə görə Azərbaycan xalqına nankorluq elədiniz?